Pişik enerjisi sakit, intuitif, seçici, öz rahatlığına düşkün ama isteyende çok sevgi veren bir enerjidir. Bu enerji en çok intuisiye güçlü, müstakilliği seven, ruhen derin bürclerde özünü gösterir. Pişiklerle aynı enerjiden gıdalanan bürcler, Akrep derinlik, sır, gece enerjisi, sakit müşahide, Akrebin enerjisi pişiklerle aynıdır. Gözleriyle danışan, duyguları hisseden, herkesi içten okuyan bürcdür. Məsləhət enerjinizi qoruyun, çox adama açılmayın. Balıq hissiyat və ruh enerjisi pişiklərlə oxşardır. Balıq sakit, amma çox sezgili olur. Gördüyünü demir, hiss etdiyini bilir. Məsləhət, iç səsinizə daha çox güvənin. Xərçəng ev enerjisi, yumşaqlıq, qoruyuculuq və həssaslıq pişik xarakterinə çox yaxındır. Xərçənglər həm öz sahiblərini seçir, həm də sevdiklərinə çox bağlı olur. Məsləhət, yalnız güvəndiyiniz insanları yaxın buraxın. Şir görünüşdə qürurlu, içində isə isti və şirin pişik enerjisinin tipik təzahürü. Şir bəzən diqqət istəyir, bəzən yalnız qalmağı. Məsləhət, diqqət balansını tapın, özünüzə dəyər verin. Tərəzi zəriflik, incəlik, estetik, pişik enerjisinin yüngül və harmonik tərəfini daşıyır. Gözəlliyi hiss edir, hər yerdə rahatlıq axtarır. Məsləhət, enerjinizi pozan insanlardan uzaq durun. Qısa nəticə, əqrəb, balıq, xərçəng, şir və tərəzi pişik enerjisinə ən yaxın bürclərdir.